Salam əziz izləyicilərim. Bugün sizə cəmi 2 ərzaqla hazırlaya biləcəyiniz çox asan və inanılmaz ləzzətli bir tort kremi təqdim edirəm. Qaymaq və qatılaşdırılmış süd. Bu iki sadə inqrediyentlə möhtəşəm bir krem alacağıq. Əvvəlcə qaymağı qaba töküb, mikserlə qatılaşana və formasını saxlayana qədər çalırıq. Qaymaq bərkiyəndən sonra bişmiş molakonu töküb, hamar və axıcı krem alana qədər mikserlə yaxşıca qarışdırırıq. Artıq kremimiz hazırdır. İnanılmaz dərəcədə qatı, hamar və formasını mükəmməl saxlayan bir krem alındı. Cəmi 2 ərzaqla hazırlanan bu asan kremi bütün tortlarınızda, ruletlərinizdə və desertlərinizdə rahatlıqla istifadə edə bilərsiniz. Resepti bəyəndinizsə videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın.